Çox tələbənin çətinlik çəkdiyi yerlərdən biridir, rənglərin kodlarını öyrənmək. Çoxu nə eləyir? Əsasən burdan əzbərləyir onu. Yəni bunu əzbərləmək lazım deyil də. Məsələnin məğzini bilmək lazımdır ki, nədir vəziyyət. Bəli, bəzi əzbərləmək də lazım olur, amma əsasən əzbərləməyə ehtiyac yoxdur. Deməli, rənglərin kodları. Biz ən birinci başlayacağıq qara rəngdən. Black. Qara rəng 16-lıqla göstərəcəksə, əvvəl 16-lıqla göstərəcəm. 16-lıqla göstərək, sonra 10-luqla göstərək. Bu dənə belə simvoldan ibarət olmalıdır. 6 simvol. 10-luqda isə 3 simvoldan ibarət olur. Deməli, qara rəng RGB rəng modelində model özü additiv modeldir. Yəni, bütün rənglər qaraya əlavə olunur. Deməli, qara bütün hamısı 0 olmalıdır. 0, 0, 0, 0, 0, 0. Qabağına bir dənə diyez ata bilirsən. 10-luqda isə 3 dənə elementdir. 0, 0, 0. İndi gəlirik RGB məsələsinə. Diqqətli ol, məntiqi başa düşə bilsən, sual rahat götürərsən. Yenə 2, 4, 6. Bizə bəzi kodlar lazımdır, qeyd edə bunları. 2, 4, 6, 2, 4, 6, 2, 4, 6. Ne diqqətli olursan? RGB-də birinci hansı hərf gəlir? R, düzdür? Red. Deməli, bu 6 dənə deyil. Bu 6 dənənin ilk ikisi qırmızı üçündür. Yəni, FF-i buraya qoysan, qalanını 0 eləsən, məntiqə baxsan, deməli, bu qırmızı rəngi kodu olacaq. 10-luqda isə 3 dənə simvoldur axı. FF nədir 10-luqda 16-luqda keçəndə? 255. 255.0.0. İndi ikinci hansı hərf gəlir? Green, düzdür? O məntiqlə FF arasında olmalıdır. Ortada. 0, 0, FF, 0, 0. Burada da 0.255.0. Üçüncü B'dir. Blue. Lisensi gəlir orada Blue. Deməli, burada olmalıdır FF, düzdür? FF, FF. Qalanları 0. Və bunların hamısını cəmləyəndə ağ rəngi verir. FF, FF və FF. Bu da ağdır, white. Məntiqi tuta bildiniz də, özət nərdədir. 10-luğa da çevirəndə göyü 0.0.255. White necə olacaq ağ? 255.255.255. Aydın oldu? Bu işin məntiqidir. Çox rahatdır əslində. Bu kodları bilməklə əslində, bundan sonra SMYK modeli gəlir. O modeldəki sarı rəngli, abı rəngli, bir də magenta rəngli. Onların kodlarını tapmaq olar. İndi baxın. Sarı rəngin kodu necə bilmək olar? Əgər məsələn bu kodları bilirsənsə, 2 variant var da. Bəli, bu şəkli əzbər bilməlisən. Məsələn, bu yellow, bu da sarı, düzdür? Sarı nə ilə nəyin qarşılığıdır? Qırmızı ilə yaşılın qarşılığı, düzdür? Qırmızı hansıdır? FF 0000. Yaşıl hansıydı? 00 FF 00. Topladım bunları. FF 00. Və bu sarı rəngin kodudur. Digərlərində belə tapa bilərsən. Bu magentadır. Magenta. Buna nə deyirlər? Belə bir şey rəng əsasən. Bu da abı rəngdir. Yəni, səma mavisi. Siyan. Amma bunu belə yadda saxlamaq çətindir tələbələr üçün. Yadında saxlaya bilmir ki, nə ilə nəyin qarşılığında nə alınırdı. Ona görə mən sizə bunun qısa yolunu deyəcəm. Qısa yolun. Nədir? Yazsan, düsturdur da o şey. R, G, B, S, M, Y. Diqqətli olun. Məsələn, mən siyan rəngi ilə bağlı məlumatlar. Mən istəyirəm biləm ki, hansı rənglə hansı rəngin cəmlənməsidir. Qaydaya bax. Üstündəkini vur. Vurdun. Qalan nə qaldı? Onları toplayırsan. Və siyan rəng nədir? Green plus blue. İkinci, əgər çıxma eləmək istəyirsənsə, toplama eləmək istəmədin də, çıxma eləmək istəyirsən.
Çıxma eləmək istəyəndə isə ağdan üstündəkini çıxırsan. Ağ hansıdır? White, çıx, qırmızı da red. İndi istəyirsən bundan, bunun kodunu tapa bilərəm sənin üçün. Gəl elə çıxma ilə tapaq. Ağın kodu necədir? FF, FF, FF. Çıx, qırmızının kodu necə idi? Bəli, FF 00 00. Çıxdı, nə qaldı ortada? 00 FF FF. İndi gəl toplama ilə yoxlayaq görək, toplama ilə də alınırmı? Biz demişik ilə toplamaq lazımdır. Green ilə blue-nu. Yaşılın kodu necə idi? 00 FF 00 plus göyün kodu necədir? 00. Görsənmi, toplayanda yenə eyni şey çıxır. 00 FF FF. Aydındır? Çox rahat. Necə? Başlayalım. Ha, F'lər toplanamaz. Bu toplama F'lər toplamaq olmaz. Ha, F'lər çıxma eləmək olar. Toplamaq olar, olmalı. Amma ki bizə bu fayda verməz. Elə alınır ki, düşür üstə. Hazırdır. İndi rəngirik. İndi başqa rəng üçün bunu yoxlayırıq. Yəni artıq siyan rəngini biz başa düşdük. İndi keçirik o birisi rəng üçün. O biri rəngimiz nədir? Magenta, düzdür? Bunu silirəm. İndi magenta ilə işləyəcəyik. Şimdi baxaq. Magenta budur, düzdür? Əgər toplama eləmək istəyirsənsə, üstündəkini vurub, qalan ikisini cəmləməlisən. Red ilə blue-nu. Düzdür? Və yaxud da çıxma eləmək istəyirsənsə, ağdan nəyi çıxmalısan? Üstündəkini çıxmalısan. White çıx, green, yaşıl. İndi gəl kodunu tapaq. Gəl kodun. Deməli, toplama ilə yox, birinci çıxma ilə. White minus green. White ağdır. Green hansıdır? 00 FF 00. Düzdür? Deməli, FF 00 FF. Oldu? Necə yoxlayaq görək, toplama ilə də alınacaq, yoxsa alınmayacaq? Red qırmızıdır. FF 00 00 plus blue hansıdır? 00 00 FF. Yenə eyni şey alınacaq. Daha yellow, sarı üçün yoxlamıram da, yenə eyni şeydir. Sarı üçün də toplama olsa red plus green, çıxma olsa white minus blue. Göy rəng. Və salam, kodlar budur. Yəni bu kodları bildinsə cavabı əldə edə bilirsən. İndi bununla bağlı bir dənə sual qoyuram. O suala birlikdə baxaq. Ondan sonra bilərik ki, biz bu məsələni çözə bilirik, yoxsa çözə bilmirik. Açıq sual olacaq. Özünüz baxacaqsınız. Hələlik videoya pauza verəcəm. Sonra izah edəcək həmin sualı. Deməli, səviyyə təsbit imtahanının içində idi bu sual. İndi mən buradan pauza verirəm. İzləyicilərimiz öz üçün işləsin. Belə bir maraqlı sualı izah edirik. Düşünürəm ki, artıq bu videodan sonra qrafika ilə bağlı, kodlarla bağlı heç kəsin sıxıntısı yaranmayacaq. Baxın. Yazırıq. Ecibini qeyd elədim. Altından SMY-ni qeyd elədim. Düzdür? Magentadan başlayırıq da, düzdürmü? Əgər toplama eləmək istəsək, üstündəkini çıxıb, qalan ikisini cəmləyərik. Düzdür? R plus blue. Yəni, qırmızı plus göy. Varmı belə bir şey cavablarda? Yoxdur. Yaxşı çıxma eləmək istəsəm, ağdan nəyi çıxaram? Üstündəkini, green, yəni yaşılı. Ağ çıx yaşıl görürsən burada? Var imiş. Y. İndi koda baxaq. Görə ağdan yaşılı çıxanda kodu ala bilirik, yoxsa yox? FF, FF, FF. Çıx, yaşılın kodu 00, FF, 00. Çıxdın, alarsan FF, 00, FF. Belə bir kod burada yoxdur. Deməli, birə yalnız Y uyğun gələcək. Başqa heç bir uyğun gəlməyəcək. Əla. Sonra davam eləyək. Davam eləyək. İkinci gəldik, çatdıq yellow, sarıya. Sarı rəngə. Sarı rəng budur. Ya ağdan blue, göy çıxacaqsan. Ağsız göy var burada? Yoxdur. Ya da qırmızı ilə yaşılı toplayacaqsan. Varmı qırmızı plus yaşıl? Var. Deməli, ikiyə uyğun gələcək B.
Deməli, biz Y-ni və B-ni artıq hal-hazırda istifadə eləmişik. Yaxşı, ağdan da nə çıxacaq? Göy. Ağdan göy çıxmaq olar. 0, 0, 0, 0, FF. Onda nə olacaq cavab? FF, FF, 0, 0. Deməli, burada uyğun gəlir C. Aha, davam edək. Nəhayət üçüncüyə gələk. Belə üçüncü necə olacaq? Bilmək olmaz. Elə ola bilər ki, məsələn, mən elə variant qoyuram ki, birinə havada qalar, heç düşməz. Yəni, ona bilirsən ki, mənə güvənmək olmaz o baxımdan. Yoxlamısan? Yaxşı. Sonuncuda siyan abı rəngdir. Ya ağdan qırmızını çıxacaqsan, var burada ağdan qırmızı çıxmaq, ya ağdan qırmızını çıxacaqsan, ya da yaşılla göyü toplayacaqsan. Bu da yoxdur cavablarda. Ağdan qırmızını çıxaq, FF 0, 0, 0, 0. Çıxdı, nə qaldı? 0, 0, qalanında hamısı F. Bu da uyğun gəldi D-yə. Və beləliklə, bu sualda sən artıq bütün biliklərini istifadə elədin. Yəni, həm toplamanın nə olduğunu bilməlisən, həm çıxmada necə işləyəcəksən bilməlisən, həm də kodların nə olduğunu özün görməlisən. Yəni, bu sual səni tam olaraq yoxlayır. Bu da dediyim kimi, axırıncı variant budur. Təbii ki, əgər sən əzbərləmək istəyirsənsə, belə əzbərləyə bilərsən. Amma yenə də əzbərləsən belə, burada sən sıxışa bilərsən bu məsələdə. Gərək bunu da əzbərləyəsən. Məsələn, sual verdilər ki, bəli. Yəni, gördüyün kimi, yəni əzbərləyəsi olsan, gərək bu hissə var, bu gördüyün hissə. Bunu da əzbərləyəsən, bunu da əzbərləyəsən. Bu hissəni də. Bu hissəni də. Başqa variant yoxdur. Aydındır. Amma dediyim kimi, əzbərləmək bizə çıxış yolu deyil. Məsələni məğzin bilməlisən. Maksimum dərəcədə.